deyəsən sevməyə başlamışam. Aynur. Mən Ümidi görməyə gəlmişəm. Bugün dərsə gəlmədi. İndi evdədir. Sən bu dəqiqə evdə olan vaxtında valideynlərin hara baxırsan? Valideynlərim yox. Ay Qədir, görün çatlasın, ay Qədir, görün çatlasın. Budur sənin tərbiyəli, ağıllı balon, hə? Sevinç müəlliməm. Hə. Bilirsiniz, Ümid... Nə olub Ümidə? Bir müddətdə itkin düşüb. Ondan sonra əlaqədə olan şəxslərdən biri də sizsiniz. Ümidə polisə çağırıblar. Səhər bibi ilə ora gedib. O bizdən deyil, komandir. Elə uşaq yolla keçirdi, sağ olsun. Yanğını gördü, gəldi bizə kömək eləməyə. Kəs səsini, söz verəndə danışarsan. Adın soyadın nədir sənin? Ümid Cəfərov. Bəli, Cəfər onun valideynlərinə qızım. Ata, Ümidin valideynləri yoxdur. Xəstəxanada çıxandan sonra səninlə yenidən görüşəcəm. Papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş. Uşaq sizin nümayəndədir də? Ares, qurban olum Hint kinosudur bu. Mən nə bilim arasında xal var idi. Ola belə burada başqa bir adamın parmaq izi də olsun. Sonra biz kulağımızın dibini görürüz, evi yok. Onun itkin düşməsindən xəbəriniz var. İtkin niyə düşsün ki? Sen niye tek koyup gittin?
Uşaqlar, bu arada Kamranın sizə sözü var. Yəqin ki, yalnız açmayıb da. Sabah mənim adımdır. Hər biriniz dəvətlisiniz. Ümid, sən gözlər. Səninlə söhbətim olacaq. Yaxşı mı? İlahə, çıxanda qapını ört zəhmət olmasa. Hə, Ümid. Həmişə mən danışıram, siz mənə qulaq asırsınız. İndi istəyirəm sən danışasan, mən sənə qulaq asım. Nə danışım müəllim? Dərs də bitib. Güya dərsə hazır gəlmişdin ki, kimə desən Ümid dərsə hazır gəlməyib, heç kim inanmaz. Nəysə. Ümid, sənin nəsə problemin var. Bunu tək mən yox, hamı görür, hamı hiss eləyir. Biz hamımız sənə kömək eləmək istəyirik. Nə problemin varsa de. Mən sadəcə şahmat çempionatına hazırlaşırdım. Bu öz yerində. Amma sən son zamanlar dərsə hazır gəlmirsən. Belə başa düşürəm ki, sən universitetə qəbul olmaq barədə də düşünmürsən. Kimlərlənsə dava salırsan. Polis məsələsi də bir yandan. Nə baş verir? Haqlısınız müəllim. Amma bu son mənfi hadisələr məndən asılı deyil. Dərsdən sonra işləyirəm, çox yoruluram. Bacımın da məsuliyyəti mənim üstümdədir. Mən istəmirəm ki, o nədənsə korluq çəksin. Səni başa düşdüm. Amma nəsə problemin olsa mütləq mənə də yaxşı. Yenə deyirəm, biz hamımız sənə kömək eləmək istəyirik. İndi isə gedə bilərsən. Söz verirəm müəllim, dərslərimi də yoluna qoyacam. Özünüz Yaxşı. görəcəksiniz. Sağ olun müəllim. Sağ ol. Vaxtını aldım, işgüzar oğlan. Buradasınız. Nəhayət ki, sorğu-sual bitdi. İndi mənim suallarım gələcək. Möhkəmdir. Nə deyir, nəsə axır vaxtlar hələ hamı sorğu-sual edir. Əgər sən axır vaxtlar dostlarınla səmimi olsan, dərdini bölüşsən, suallara bircə dəfə də olsun düzəməlli cavab versən, heç kim səni sorğu-suala tutmaz. Səninlə bilsən, mənim xoşuma gəlir gündə eyni sualları sənə vermək. Ümid, özün də çox yaxşı bilirsən ki, sənə görə burada hamının baş nəzərəm. Samir, mənim nə problemim var, nə də bir şey. Heç kimin də başını əzmək lazım deyil. Əksinə sənin sorğu-sualların mənə qıcıq eləyir. Sən əvvəllər belə... Mən əvvəllər belə deyildim. Mən dəyişmişəm, dəyişəcəm də. Çünki mən keçmişdə qalmaq istəmirəm. Mən ancaq sabahı fikirləşirəm. Başa düşürsən, Samir? Yaxşı. Alo, gəlmisən? Hə, arxa tərəfdəsən? Gəlirəm. Salam Sevinç xanım. Sizi yenidən görməyimə çox şadam. Salam Rafiq bəy. Bugün də həmişəki kimi çox gözəl görünürsünüz. Təşəkkür eləyirəm. Kamranla bağlı nəsə soruşmaq istəyirdiniz? Əslində hə, amma görürəm tələsirsiniz. İstəyirsiniz maşınla mən sizi aparım, həm də yolda danışarıq. Yox, çox sağ olun. Əgər vacib bir şey soruşacaqsınızsa indi soruşun. Əslində belə vacib bir şey deyil, amma istəyərdim sizi də bir sinif rəhbəri kimi sabah oğlumun ad günündə görüm. Hə, bildim. Kamran bizi dəvət eləyib, bilirəm, xəbərim var. Başqa bir şey yoxdursa mən gedim. Əslində var. Bu mənim vizit kartımda, burada telefon nömrəm var. Xahiş edirəm məni də
WhatsApp qrupundakı valideynlər qrupuna əlavə eləyəsiniz. Kamranla bağlı həmişə məlumatda olmaq istəyirəm. Hə, bildim. Əlavə eləyərəm sizi də. Münasib vaxt tapıb sizi qrupa əlavə eləyərəm. Gedə bilərəm. Bəli, əlbəttə. O kimdir? Valideyndir. Nə yaman şirin söhbət eləyirdiniz? Sən söhbətin şirin olduğunu uzaqdan necə müəyyən elədin? Səninlə bağlı bütün məsələlərdə hissiyatım güclüdür. Qısqanclıq şousu başladı yenə. Nişanlım yad kişi ilə söhbət eləyir, mənə də maraqlı gəldi, görün nə danışılır. Elda, qısqanclıq insanın özünün inamsızlığıdır. Həm də gerdə qalmışlıqdır, bilirsən də yəqin ki. Ata, sən necə məktəbə gəlmişdin? Yəni indi mənim ixtiyarım yoxdur ki, oğlumun dalınca məktəbə gəlim. Gəldim ki, bir valideyn olaraq övladımla maraqlanım. Dədi, müəllimə yenə məndən şikayət eləyir. Yox. Əksinə, bu dəfə müsbət şeylər var. Nə üçün? Mən də təəccüb etdim. Nə olub sənə, nə məsələdir? Xəstələmirsən? Fikrim ümidin yanında qalıb, müəllim. Ona görə məşqə köklənə bilmirəm. Nədir, nəsə bilmədiyim bir şey var da görüm. Deyirəm, açığı bunu polisə çağırıblar. Səbəbini heç özüm də bilmirəm. Ondan əlavə sağa-sola çox pul xərcləyir. Kim verir, hardan alır, bu da bilinmir. Maraqlıdır. Dünən mən də onun üz gözünü gördüm, yaman gündəydi. Sorğusan dedim, cavab verməyədi. Onun eybi yox. Bu işlə ciddi məşğul olaram. Nəsə də soruşanda əsəbləşir. Düzəməlli adama cavab vermiş ki, əvvəl belə deyildi, müəllim. Bayaq pul dedin. Pul, nə qədər pul görmüsən ki orada? Çox pulu var. Mən keçən dəfə bizi gəzməyə aparmışdı, bütün hesabı özü verdi. Ondan sonra xəyaləyə mən bahalı gödəkçə, bahalı ayaqqabı, onunla belə cibində hələ pul qalmışdı. Deməli belə. Sən onu bugün axtar tap. Gör hardadır. Amma yaxın getmə. Bir maraqlan gör hara gedir, kimlərlə görüşür. Nə məsələdir ümumiyyətlə. Yaxşı? Başlayın. Ehtiyatdan bax mənə xəbər elə. İstirahət elədin? Bəli. Dur, qaç. Səninlə danışanda söhbətinizə qarışmadım. Amma həmin söhbətdə səni istəyirdim. İndi sən başla. Nə olub Samir, Sevinç müəllimə? İndi də sən elə müstəntiq kimi mənə sorğu-suala tutursunuz. Nə olub? Sən mənim üçün, Samir üçün dəyərli olmasaydın, biz sənin işimə qarışmazdıq. Ola bilər ki, işimə qarışmaq pis çıxır. Amma sən başa düşməlisən ki, biz sənə görə narahatım. Nəsr, dayı sənsən də, ver sualı. Mən pis başa düşməm. Amma sənin son vaxtlar pulların olur. Bu pulları hardan alırsan? Bilirəm ki, indi deyəcəksən ki, işləyirəm. Amma bu nə işdir ki, belə qısa vaxt ərzində bu qədər pul qazanırsan? Deyim də necə? Maaşımı əvvəlcədən aldım ki, xəyallərin istəklərini yerinə yetirim. Həyatda bir dənə bacım var. Ona əyin baş almaq,
onu yedizdirmək, onu əyləndirmək mənim qardaş kimi borcum. Ona görə əlimdən gələni eləyirəm. Yaxşı. Dəfə inandım. Sənə bir sır açım. Qaşqabaqlı olmaq sənə yaraşmır. Əhvalın yaxşı olmayanda bu mənə də təsir eləyir. Məsələn, bu cür davam eləsən, mənim də əhvalım korlanacaq. Sevinç. Özün gözəl bilirsən ki, heç nə səbəbsiz yerə baş vermir. Səhər tezdən dalınca gələndə hər şey alaydı. Nə oldusa sən məktəbdən çıxandan sonra oldu. Eldar, boş yerə qısqanclıq səhnəsi yaradırsan. Rafiq mənim şagirdim Kamranın atasıdır. Kamran haqqında sənə danışmışdım da, yadında şıltaq ərköyün uşağıdır. Sinifə gələndə birinci dəfə demişdi ki, VIP yer yoxdur. Gülməmək üçün özümü güclə saxladım. Amma üzümdə sərt ifadə yaradıb onu qovdum sinifdən. Dedim ki, valideynsiz məktəbə gəlmə. Sonra Rafiq gəldi, mən də ona şikayət elədim. İndi də yeni olduğuna görə gəlib də. Bəs bu uşağın anası yoxdur, Anasının bura nə aidiyyatı var? Biz məktəbə valideynləri çağıranda xüsusi olaraq tələb eləmirik ki, ya anası gəlsin, ya atası gəlsin. Ona görə də qısqanmağına dəyməz. Mənə də inanmalısan. Necə ki, mən sənə inanıb etibar eləyirəm. Mən istəmirəm ki, sənin inamsızlığına görə bizim münasibətimiz pozulsun. Onu bilirəm ki, Sevinç, bu Rafiqdən gözüm heç su içmədi. Sənə necə baxdığını görəndə gözünü çıxarmaq istəyirdim. Hər neysə. Lətifiyən üz vermirsən ona. Çox həyasız və sırtıq adama oxşuyur. Elə mən də eyni fikirdəyəm. Bugün geçək keçdik gün. Xoşuna gəldi xəyala. Hə, evə getmək istəmirəm. Eybi yoxdur, yenə çıxaraq yaxşı. Hava da istidir. Hava çox qəşəngdir. Çatdıq. Bilirsən, səninlə vaxt keçirməyə mənə çox xoş olur. Heyf ki, dərsdən sonra işləyirsən. Mənə də səndən gəzmək xoşdur. Amma neynim işləyirəm də ya. Mən çalışacağam ki, işdən sonra vaxt tapım, bir yerdə gəzək. Düzdür. Gərək tez-tez ünsiyyətdə olaq ki, ikimizə də xoş olsun. Sağ ol. Sağ ol, xəyala. Sağ ol, Aynur. Qaqaş, Aynur evə gələndə niyə hələ sənə baxdı? Necə baxdı ki? Elə bir nəsə demək istəyirdi, amma deyə bilmirdi. Yox, onun məndən gizlədəsi sözü yoxdur ki.
Aslan xalam oğlu, mənim ürəyim, canım, cigərim. Öpüm. Qardaşım. Qurban istəyirmişsən. İndi gəldi. Yox, edə çağırdı. Gedi. Gör. Neyinirsən? Sənə can sağ olun. Tamam, kes. Görün kimi gətirmişəm. Ahmet, ne desən? Ne var ne yok? Şükür Allaha yaxşıyam. Sən də mənə bağışla da xəstəxanaya gəl. Sənə baş çəkə bilmədim. Mənim də başım vallahi qarışıq idi. Narahat olma. Eşitdim ben burada olmayanda 2 dəfə qəhrəmanlıq eləmişsən. Arı. Nə qəhrəman? Neyləmişəm? Bir dəfə xalım oğlunu o davamın içindən çıxarmışsan. İkincisi də 2 daşın arasında şahmat üzrə ölkə çempion olmuşsun. Düz. Ona inanmıram qardaş. Ne oldu? Bu boyda Azərbaycanda bir dənə ümid udan olmadı da, hə? İnanmırsan? Bir dənə oyun təşkil elə, uşaq oynasın da. Düz deyir, hə? Mənim donba gözlərim üstə. Nə oyun? Qorxdu. Yox, niyə qorxuram? Bir dənə oyun təşkil eləyəcəyik, o da yaxşı oynayandır. Görək sən güclü oynayansan yoxsa o. Hə? Olar. Qaqas, mənim xalam oğlu partladır. O danışdı da yedi. Bu Həşimlin sənədləri oradadır. Yuxarıdakı qovğamın içinə bax qaranı. Müstəntiq Rəsulov eşidirəm. Nə? Harda? Yaxşı, yaxşı. Məkanat gəlirik. Nə olub, nə xəbər? Gəl də nə qədər sual versən. Dənizdə cəsəd tapmaq. Kimə gəl görsən, deyil ki yanımıza. Görüm aləmdə düşər, fali pərişanımıza. Görüm aləmdə düşər, fali pərişanımıza. Xalam oğlu, Hə, gətirdim çayları. sağ ol, Elras, cigərim yanırdı. Gəl iç. Gələm. Allah sənə var eləsin, ay qıqas. Canım güzel. Neyinsə? Müşteri dəmlədim, gətirdim. Sən özün dəmləmisən? Özüm canımsan. Necədir? Öyrənə bilirsən, hə? Yavaş yavaş. Bax, çətin heç nə yoxdur. Baxanın ol, bulaq. Başın da adam kimidir. Gel onun dilini biləsən. Dilini necə bilirsən ki? Dilini deyəndə ki, gəl kodlayasan, detallara baxasan. Bax, insan necədir? Xəstələndə həkimə getməyir. Maşın da xərab olanda gəl onu ustaya gətirsən. Acamalı qardaşımın yanına ki, Üzüstandan gəldi. Ya ki, şəhərdə bina usta var, o da xalam oldu. Ölgəndə nə qədər ölməmişəm. Halalsın. Mənə bax. Hərdən sənə həsəd aparıram. Mənə? Mənə niyə? Mənim də onsuz da sənin kimi nə atam var, nə anam. Nə də var dövlətim var. Sənin heç olmasa əlində sənətin var. Pul qazanarsan. Mən isə şahmatdan başqa iş nə bilim. Eşli zəng almalı. Hər şey var dövlətlə ölçülmür xanım. Bax, məktəbdə oxuyursan. Əlaçısan. Azərbaycan çempionsan şahmatla. Amma mən bədbaxt adımı yaza bilmirəm. Amma sənətim var. Ona görə də sənə məsləhət görürəm ki, sənəti öyrənəsən. Heç yerdə az qalmayacaqsan. Bildin, hara getsən, sənin sənətin var. Bəs səncə öyrənə biləcəm? Nə şey öyrənmirsən, mən öyrənmədim. O ustanın yanında itin sözünü eşidə-eşidə, itin zulmunu çəkə-çəkə öyrənmişəm. Bilsən niyə? Çünki tək idim. Yaşamaq lazımdır. Sənə də bu onu məsləhət görürəm ki, sənəti öyrənəsən. Halalsın. Eşitirsən məni? Get bu stəkanları yu, elə, əlləri yu. Üstü başı da təmizləyirsən. Sənin bir yeri var, ora aparacaq. Orada hər şeyi söhbət eləyəriyətlə. Baş üstə. Bunları da apar, gələm məndə. Belim necə ağrıyor?
Samir. Qan niyə qaradı, ha? Məktəbdə nəsə olub? Yox, hər şey qaydasındadır. Yox, qaydasında bu nasıl görünər ki? Bəlkə atına görə keyfin yoxdur, ha? Ümidlə biraz aramız deyil. Niyə? Siz ki, ən yaxın dostuydunuz. Aranızdan su keçmirdi. Nə oldu birdən-birə? Dostumdur, amma axır vaxtlar çox dəyişib. Hamıdan nəsə gizlədir. Hamı bir yana heç mənə də ürəyini açıb demir. Bir də hiss eləyirəm ki, getdikcə məndən uzaqlaşır. Oğlum, yəqin şəxsi məsələsi var da. İstəmir hər kəsə danışsın. Bilirəm, amma yenə də düz deyil axı. Mən ona açıb hər şeyimi danışıram, amma o özünü elə aparır ki, sanki mən yad adamam. Da mənə çox ağır gəlir. Başa düşürəm səni, bax. Uşaqlar böyüdükcə onların öz həyatı, öz dərdləri olur. Bax, oğlum, hər şey düzələcək. Bəlkə də Ümidin dərdi var. Sən də narahat olma. Ümid də istəmir ki, öz dərdlərindən sənə yük olsun. Bax, zamanla hər şey düzələcək. Dostluqlar arasında belə şeylər olur. Biraz zaman lazımdır, onun ürəyini qırma, yaxşı? Biraz ona zaman ver. Gör o nələr yaşayıb. Haqlısan, ana. Mən sadəcə istəyirəm ki, hər şey əvvəlki kimi olsun. Narahat olma mənim oğlum. Hər şey əvvəlki kimi olacaq. Dostlar arasında, rəfiqələr arasında bax belə incəliklər olur. Sonra hər şey öz qaydasına düşür. Mən inanıram ki, sizin də aranızdakı münasibətlər düzələcək. Mənim ağıllı balam. Sefka bağlı. Görürsən bunları? Gör. Bu insanlar var. Hər gün səhər yuxudan duranlar, axşam yatana qədər. Günlərini, güzaranlarını çayxanada keçirdilər. Nə işləri var, nə gücləri var, nə sənətləri var, nə peşələri, nə də həyatda məqsədləri var. Belə olmaq istəyirsən sən də? Yox. Yox, aysa. Yaxşı uşaqsan, əlaçısan. Məktəbdə qiymətlərin yaxşıdır. Bir sənət öyrən, bir işin dalıysan geydi. Çalış həyatda məqsədin olsun. Niyəsə nail ola biləsən. Hərdən bilirsən, atam yoxdur, anam yoxdur. Həyat mənə çətin gəlir. Mən əslində səni yaxşı başa düşürəm. Çünki mən özüm də elə böyümüşəm. Yetimxanadan çıxandan sonra küçələrdə az qalmamaq üçün. Maşında yumuşam. Nə bilim, bazarda ərəbədə daşımışam. Həyatım çox çətin oldu əslində. İtin zulmunu çəkmişəm. İtin zulmunu ya, soyuqda, yağışda, qarda. Amma qabağımda bir məqsəd olub da. İstəmişəm hər şey özüm nail olum. İndi də şükür Allaha. İşim də var, gücüm də var, əlimin sənəti də var. Halal çörəyimi qazanır. Amma çoxsu indi eləmir axı. Çoxsu hamı istəyir, baba, bunlar kimi. Asan pul qazansınlar. Asan pul da qazanmaq, halallıqdır. Adamı adam eləyən, onun mərifətidir, qanacağıdır, qabiliyyətidir, əlinin sənətidir. Yaxşı-yaxşı fikirləş bunları. Təklikdən heç vaxtı qorxma. Bəs tək özüm nəyəsə nail ola biləcəm. Niyə olmursan ki? Mən necə oldum? Pis yoldan çəkinmək lazımdır sadəcə. Əgər mən bu vəziyyətə gəlib çıxmışamsa, deyir, böyük ağamı dövdəm, bir varım dövlətim yoxdur. Amma ən azından bir halal soyayımı qazanıram, xanım oğlu. Başımın üstündə damım var. Mənə bəs eləyir. Öz vicdanımla, öz mərifətimlə, öz qanacağımla yaşamağı öyrənmişəm. Pis yoldan çəkinmək lazımdır sadəcə. Cavan uşaqsan,
əlbə bir pul düşər, yolundan çıxarsan, kiməsə qoşularsan. Ona görə sən deyirəm ki, heç kimə inanma, heç kimə güvənmə. Öz ayaqlarının üstündə deyəməmişəm. Sən dərbəsi bilirsən nədir? Nə? Bunların hamısının atası da var, anası da var, evləri də var, eşikləri də var. Bunlar sadəcə bu yolu seçiblər özləriysən. Avarçılıq, bekarçılıq. Onu dalıcan danışsınlar, sayxanada bunu dalıcan danışsınlar sayxanada. Bir işin qulpundan yapışan adamlar deyirlər. Sən ələlərinə heç vaxtda fikir vermə. Biri məqsəd qoy qabağıma. Səndən balaca bacım da var. Sən onu böyütməlisən, yer verir eləməlisən. Düz. Sahibi iyiyiz. Son gedək görək. Maşını neyin yedik? Yaxşı. Görün. Təzə ustamızın əlləri necə işləyir. Hadisə yerindəyik. Dənizin Pirallah çimərliyi ərazisində təxminən 65-70 yaşlı kişi cinsli şəxsin meyidi aşkarlanıb. Həmin şəxsin qətli yetirildi və iqrar etdiyi hələlik məlum deyil. Əraziyə polis, prokurorluq əməkdaşları və tərbiyyat briqadası cəlb olunub. Ermənistan tərəfindən qeyddən və hadisə yerində nümunələr göstərilir və daha sonra qeyd aidiyyəti üzrə Səttar Salmanovun cəsədi. bildiyiniz Pirallah bölgəsində təhvil veriləcək. Hardan oldu? Əlindəki döymədən. Hə, bir də fikir verdinsə kişinin başında yara izi var idi. Görmüşəm. Bəlkə deyirəm, əvvəlcə qətlə yetirib sonra dəniz atırlar. Bu ekspertizanın nəticələrindən sonra bəlli olacaq. Sən belə elə. Cəsədin şəxsiyyətinin təsdiq olunmağı üçün bizlə nə əlaqəsi var? Bilirsin. Mən evdə kimdən qalacam? Safura bibi gələcəkdi. Mən bu ilə qalmaq istəmirəm. O mənim üstümə qışqırır. Havayı hambal tapıblar özləri üçün. Bütün günü yığışdır, pişir, düşür, yut, süpür. Bu atanızın cəsəddir. Bəli, reis. Amma onunla dost olmaya təzət deyəsən. Niyə, nə olar? İndi zəmanə çox dəyişmir. İnsanları tanımaq olmur, başa düşürsən. Kim bıraxdı səni içəri? Kimdir Səttar Salmanov? Həyat mənə o qədər azı sürprizlər eləyib ki, heç olmasa sizin hədiyyəniz mənim üçün güldürər. Bu mənim sənə hədiyyəmdir. Bu açarlar
sən sevdiyin maşınıdır. Özü də rəngini də sənin zövqünə uyğun qırmızı seçmişəm. Aynur da orada olacaq. Sənin də dərdin ancaq Aynurdur, hə, orada olacaq. Bizi maşınla gətirən deyirsən? Hə. Xalım oğuldadır. Bunu atdım. Başa düşmədim. Bu mənim nömrəmi kimdən alır? Bəlkə özün vermirsən. Eldar, sən nə danışırsan, Sən onu necə bəyənirsən? Ümumiyyətlə, mənlə Ümidin arasında fərqi görürsən. Rəhmətli deyəsən kitab oxuyan onu. Bəriz, cavanlığından oxuyurdu. Oxumadığı kitab qaldı. Kişi tez-tez sürüldü mü maşın? Yo, çoxdan da sürmürdü. Elə neçə vaxtı qalıb burada. Ümid edirəm, göndərdiyim buketi bəyəndiniz. Necə yəni, o buketi siz göndərmişdiniz? Əlbəttə. Bu nə hörmətsizlik edirsən? Elə bir şey. İstəmirsən, istəmə. Rəqsə dəvət edəsən olar. Rica etsək elə də alsın.